Salam əziz dostlar, əziz şahmatçılar. Biz sizinlə növbəti məşğələmizdə gənc şahmatçıların çox maraqla izlədiyi, maraqla oynadığı bir debüt haqqında danışmaq istərdim. Y4, Y5, D4 mərkəzi debütdür. Y4, Y5, D4, 7. Əgər burada vəzir D4 vurarsa, at C6 qaralar templə atın oyuna çıxır. Ümumiyyətlə burada D4 piyadası qurban verib ağlar C3 oynayır. DC növbəti gediş fil C4, CB və Daniş qambitidir bu ümumiyyətlə məşhur bir qambitdir. Fil B2, fil B4, at C3, at F6 və burada at F6 gedişinə ağlar J-dəki atın oyuna çıxır. At Y2, qaralar sadəcə burada qala vura bilər və Y5 gedişdən misal at J4 oynasa çox normal bir mövqe ala bilər qaralar. Lakin burada qaralar at Y2-yə, at Y4 gedişini vurur. Çox zəif bir gedişdə at Y4 gedişi. Çünki növbəti gedişdə qala qurma, at C3, at C3, fil C3, fil C3, artıq J7 piyadası təhlükədədir. Əgər burada qaralar qala qurma eləyərsə, vəzir J4, artıq J7-dən mat istəyirik və yeganə çıxış yolu J6 gedişidir. J6-ya vəzir D4-dən sonra diagonalda batareya qurur və artıq ağların mat planına qaraların heç bir çıxış yolu yox. Sizlər bu cür dərsləri, videoları ardın davamını izləmək istəyirsinizsə, səhifəmizi izləməyə davam edin. Hər birinizə təşəkkür edirəm.